Azərbaycanda rəsmi səfərdə olan Efiopiyanın baş naziri Abiy Əhməd Əli Fəxri Xiyabanı və Zəfər abidəsini ziyarət edib. Ali qonaq Asan Xidmət, AEY Akademi və Ələt Azad İqtisadi zonasında da olub. Azərbaycanda rəsmi səfərdə olan Efiopiyanın baş naziri Abiy Əhməd Əli Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Məzarı üzərinə tərgüllər düzülüb. Həmçinin görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim Tamirlan Əliyevin məzarları da ziyarət olunub. Abiy Əhməd Əlinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda Zəfər parkını da ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qaravul dəstəsi düzülüb. Ona xalqımızın vətən müharibəsinə göstərdiyi qəhrəmanlıq və qazandığı möhtəşəm tarixi zəfər barədə ətraflı məlumat verilib. Efiopiyanın baş naziri Asan Xidmət mərkəzində də olub. Qonağa Asan Xidmət modeli və innovativ layihələr barədə məlumat verilib. Efiopiyanın Əddis Əbəbə şəhərində də bu konsepsiya əsasında Mesop Dövlət Xidmətləri Mərkəzi qurulub. Buna görə Abiy Əhməd Əli Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Baş nazir səyyar Asan Xidmətlə də tanış olub və bu təcrübənin də yaxın zamanda Efiopiyada tətbiq ediləcəyini vurğulayıb. Ali qonaq Milli Süni İntellekt Mərkəzinin nəzdində yaradılan AI Akademidəki şərait və dərs prosesi ilə də tanış olub. Ona MyGov platforması barədə məlumat verilib. Eyni zamanda Akademiyanın Azərbaycanı regionda süni intellekt təhsili və innovativ layihələrin tətbiqi üzrə aparıcı mərkəzə çevirmək məqsədi ilə yaradıldığı diqqətə çatdırılıb. Baş nazirin başçılıq etdiyi rəsmi nümayəndə heyəti Ələt Azad İqtisadi zonasında yaradılan şəraitlə də tanış olub. 135 milyondan çox əhalisi olan Efiopiya Afrikanın ən sürətlə böyüyən iqtisadiyyatlarından biridir. Dənizə çıxışı olmayan bu ölkə üçün logistika və tranzit imkanları həyati əhəmiyyət daşıyır. Məhz bu baxımdan Ələt Azad İqtisadi zonası Efiopiya üçün Avropa bazarına açılan yeni qapı kimi qiymətləndirilir. Nümayəndə heyətinə zonanın strateji əhəmiyyəti, beynəlxalq nəqliyyat dəhlizlərinin kəsilməsindəki rolu və investorlar üçün tətbiq olunan xüsusi hüquqi rejim barədə məlumat verilib. Qeyd olunub ki, rezidentlərə hazır infrastruktur, sənaye sahələri və geniş imtiyazlar tətbiq olunur. Baş nazirin Sənqaçal neft terminalı ilə tanışlığı Xəzər Enerji Mərkəzindən başlayıb. Burada ona Respublikamızın neft tarixinin xronologiyası barədə ətraflı məlumat verilib. Ali qonaq avtobusla Sənqaçal terminalının ərazisini gəzib. Bildirilib ki, Sənqaçal terminalı Azərbaycanın neft və qaz sənayesinin döyünən ürəyi hesab edilir. Mehin Hacıyeva, Şamilə Sadıqzadə, Lalə Allahverdiyeva, Çinarə Qambayeva, Elnarə Həsənova, Vüsal Əhmədzadə, AzTV xəbər.